Əziz dostlar, bugün belə bir 2 mərtəbəli həyət evimiz çıxıb satışa. Evimiz 2 mərtəbədən, 6 otaqdan ibarətdir. Hal-hazırda evimizin birinci mərtəbəsində qonaq otağını çəkirəm. Buyurun, baxın. Ərazi olaraq 120-də yerləşir, Araz marketə yaxın. Əsas yoldan 40 metrə aralı 596 marşrutun üzərində. Marşrut düz evin yanında dayanır. Bu evimizin qonaq otağıdır. Burada evimizin birinci yataq otağıdır. Ev şəxsidir. Sahibi tərəfindən tikilmişdir. Yaşam məqsədi ilə. Burası evimizin ikinci bir yataq otağıdır. Buyurun, təqdim edirəm. Böyükdür, genişdir, işıqlıdır. Tam təchizatlıdır, yaşamaq üçün bütün təchizatlar vardır. Daxil oluruq evimizin ümumi sanitar qovşağı. Buyurun, təqdim edirəm. Dəhliz, hal-hazırda dəhlizi görürsünüz. Dolab yığılmışdır. Burası isə evimizin mətbəx hissəsidir. Tam təchizatlıdır. Yaşayış üçün bütün ləvazimatlar evdə vardır. Qalxırıq ikinci mərtəbəyə. Hal-hazırda evimizin həyətini görürsünüz. Bax, bu deməli həyətdən, bu ümumi darvazadır, evə daxil olursan. Buradan isə ikinci mərtəbəyə qalxırıq. Daxil oluruq ikinci mərtəbəyə. Eyni qayda olaraq sol tərəfdə evimizin ikinci mərtəbənin mətbəxidir. Tam təchizatlıdır. İşləş vəziyyətdədir. Qaz, işıq, su daimidir. Evin istinməsi kombi vasitəsilədir. Sağ tərəfdə evimizin belə bir qonaq otağını görürük. Buyurun, təqdim edirəm. Deməli, evimiz iki ailə üçün tam belə yaşamaq üçün mövcud otaqlardan ibarətdir. Hansı ki, iki ailə burada tam olaraq yaşaya bilər. Burada ikinci mərtəbənin belə bir yataq otağıdır. Tam təchizatlıdır. Daxil oluruq dəhlizə. Dəhliz vasitəsilə ikinci bir digər yataq otağına daxil oluruq. Buyurun, baxın. Evimizin ümumi sahəsi 160 kvadrat metr. Burası ikinci mərtəbəyə aid olan ümumi sanitar qovşağıdır. Burada tam təchizatlıdır. Bütün aksesuarlar var. İkinci bir ailənin yaşaması üçün ikinci mərtəbədə bütün təchizatlar vardır. Deməli, evimizin qiyməti ev sahibi tərəfindən 170 min manat deyilir. Real alıcı varsa buyursun, zəng vursun. Profildə nömrəmiz var. Bura bir girişdə dolabdır. Yenə buradan çıxırıq. Həyəti göstərirəm. Yuxarıdan ikinci mərtəbədən. Bu da bizim həyətimizdir. Buyurun, zəng vurun. Əgər xoşunuza gəlirsə, ev sahibi ilə qiymət barədə danışmaq olar. Birinci, ikinci mərtəbə istilik şeyi.